Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyəniz ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir 28 mayda, 28 may metrosunun düz yanında, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. Mebellərlə təchiz olunub. İndi mən mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdıracağam. Başlayırıq həmişə olduğu kimi mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sol hissədə divar içi şkafımız yığılıb. İçərisində göstərim sizə, dərinlikdə çox yaxşıdır. Demək olar tam axıra kimidir, yəni yuxarı hissədə şkafdır. Girişdə işıqlandırmadan, lüstr və spotlardan istifadə olunub əlavə olaraq. Buralar da yerləşdirilib. Girişdən daxil olduq, gəldikdə bu hissədə güzgümüz var, aşağı hissəsi şkafdır, gizli işıqla, döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. Otaqların yerləşməsini sizə nəzər çatdırım. Girişdən daxil olduqda sağda mənzilin sanitar qovşağıdır. Burada mətbəxi, burayı artıq gördüyünüz qonaq otağı, kiçik yataq otağı, bura isə mənzilin əsas yataq otağıdır. Elə başlayaq. Qonaq otağından mən bir-bir hər şeyi sizə göstərim. Normal ölçüdə mənzilin qonaq otağı var, elə deyim, təxmini 20-22 kvadrat olar, yəni təxmini ölçü nəzərə çatdırıram. Dediyim kimi mebellərlə təchiz olunub, görürsünüz. Divan, kreslolar, orada 6 nəfərlik masamız, mərkəzdə jurnallə, tavan hissəni göstərim. Lüstr və spotlar hamısı var. Kondisionerin yeri orada qoyulub, pərdə asılıb, tam hazır vəziyyətdədir. TV internet çıxışı burada nəzərə alınıb, arxası venesiyanka boyadır. Divarda levka işləmələr, emulsiyadan istifadə olunub mənzildə ümumilikdə. Nəzərinizə çatdırın ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədi. Ona görə mətbəx hissə burada yığılıb. Qonaq otağından sürgülü şüşə qapı ilə ayrılır bu şəkildə. Buranın da döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. Yeni mətbəx mebeli yığılıb bu hissədə. Üst hissədən ibarətdir, yuxarı hissələr də şkafdır. Üstü mərmərdir, qaz peçi aspirator qoyulub hazırdır. Soyuducunun yeri, paltaryan yeri, bunlar hamısı nəzərə alınıb. Tavan hissəni də göstərim. Lüstr və spotlar, hər bir şey hazırdır. Yəni buradan qonaq otağına keçirik. Buradan isə mətbəxin, belə deyim, ayrıca qapısı da var. Burada mən sizə göstərim mənzilin sanitar qovşağını. Bayaq dedim, girişdən sağ tərəfdə yerləşir. Ölçüsü də yaxşıdır, geniş ölçüyə malikdir. Burada duş kabinimiz yığılıb. Bütün aksesuarlar da yerləşdirilib hazırdır. Divar içi unitaz, moydadır. Yəni hər bir şey tam hazır vəziyyətdədir. Keçək mən sizə göstərim mənzilin əsas yataq otağını. Girişdən gəldikdə sağ tərəfdə yerləşir. Ölçü olaraq çox genişdir. Yəni gəlin göstərim. Təxmini 22-23 kvadrat olar. Burada deməli taxtımız var, görsü qoyulub, arxa tərəf işlənib, qubqalar, sağ-sol. Buralar yerləşdirilib, burada da kondisioner yeri qoyulub hazırdır. Buradan mənzilin eyvanına da çıxış var. Pərdəmiz asılıb. Daxil olduqda bu hissədə böyük güzgümüz, gizli işıqla, yenə ortası şkafdır. TV internet çıxış burada nəzərə alınıb. Bu hissədə divar içi şkafımız yığılıb. Göstərim bunu da sizə. Tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. Tavan hissəni göstərim. Gözəl lüstrumuz, spotlar, hər bir şey var. Və bu yataq otağının daxilində əlavə sanitar qovşağı var. Dediyim ki, mənzildə 2 sanitar qovşaq var. Burada tam hazır vəziyyətdədir. Yenə duş kabinimiz, bütün aksesuarlar, hər bir şey tam hazırdır. Keçək mən sizə ikinci yataq otağını da göstərim. Sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. İkinci yataq otağı isə burada yerləşir. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yəni hər istiqamətə uyğundur. Burada nə var? 2 ədəd taxt yerləşdirilib yan-yana. Şkaflar da yığılıb hər tərəfdən. Yəni kifayət qədər yeri var. Yazı masası, burada şkafımız da var. Əşyaları yığmaq üçün kitab, dəftər, hər bir şey nəzərə alınıb dediyim kimi. Burada da TV internet çıxış burada nəzərə alınıb. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir 28 mayda, 28 may metrosunun ikinci çıxışının düz yanında, yeni tikili binada, yeni yaşayış kompleksində, yeni təmirli mebellərlə təmin olunmuş və yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Geniş ölçüyə malikdir, 95 kvadrat ölçüsü var. 17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir və mənzilin start olaraq qiyməti 395.000 manat təyin olunub.
Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.